Kaledoniyadan olan təmsilçilərin göz yaşları içərisində hayqırdığını Bakıda görmüşəm. O insanların üzərinə baskı etdilər və 14-ə yaxın insanı axırıncı üsyanlardan sonra qətlə yetirdilər. Yüzlərlə adamı yaraladılar. Sistemi elə qurublar ki, orada mədəni ekspansiya, yəni bütün sənət əsərlərini, mədəni əsərlərini, ədəbiyyatın hamısını saxtalaşdırırlar. Hamısını qeyri-milli Fransa sisteminin dominantlığı altına alırlar. İkinci təhsil sistemini imperiyanın üzərindən qurublar, yəni hamısı Fransa sistemidir. Dil tamamilə ekspansiya olundu. Tamamilə, yəni onlar öz Kanak xalq, məsələn Kaledoniyada, digərlərinə də bağlı eyni fikir söyləmək mümkündür. Azərbaycan onların səfərlərinə qarşı bütün qadağaları, sanksiyaları tətbiq etmişlər. Təhrir reyslərini dəyişdirmişlər, biletlərini ləğv eləmişlər. Bəs axı bunlar dünyaya Strasburqdan demokratiyaların və s.nin təbliğatını edirlər. Necə olur ki, bunlar Kaledoniyaya çatanda bu hüquq bitir, tükənir, sona çatır və əvəzində Montesquieu'nun nəzəriyyələri Kaledoniyada işləmir və yaxud da ki, Fransanın mütəfəkkirləri vardı, onlar dünyaya bərabərlik, birlik, yəni hüquq və digər anlayışları bəyan edirdilər. Napolyon Fransasından sonraki bütün inqilablar 5 respublika quruculuğunun əsas təməl prinsipləri nə idi? Hüquq bərabərliyi. Marselyozanı onlar bu şərəfə oxuyurdular. Haradadır bəs Bastilyanı alan bu oğullar niyə Kanak xalqının və digər oradakı millətlərin haqlarına münasibətdə onu göstərmir? Azərbaycan dövləti ona görə də fəal bir şəkildə Azərbaycan, Türkiyə, Rusiya, bir çox dövlətlər Fransanın bu müstəmləkə siyasətinə qarşı üsyanlar edirlər.